Jirinovskinin Azərbaycanın nümunə göstərdiyi Ukraynada yenidən siyasi böhran başlayıb. Paraşenkonun prezident seçilməsindən heç 2 ay keçməmiş Maydan hərəkatının liderlərindən biri Arseniy Yatsenyuk istefa verib. Ukrayna prezidenti Petro Poroshenko Arseniy Yatsenyukun istefası haqqında bəyanat verməsinə baxmayaraq, onun Nazirlər Kabinetinin hazırki tərkibində fəaliyyətini davam etdirəcəyini ümid edir. Ukrayna qanunlarına əsasən baş nazirin istefası haqqında qərarı Ali Rada 10 gün ərzində qəbul etməlidir. Baş nazir istefasını koalisiya hökumətini təşkil edən Azadlıq və Udar partiyalarının hökumətin tərkibindən çıxması ilə əsaslandırıb. Yatsenyukun fikrincə, koalisiya hökuməti dağıldıqdan sonra parlamentdə qanun layihələrini təsdiqlətmək mümkün olmayacaq. Yeni koalisiya hökuməti formalaşmayacağı təqdirdə baş nazirin vəzifədə qalması da doğru deyil. Mən öz istifamı elan edirəm. Var olsun Ukrayna. Slava Ukrayna! Parlamentdə bir ay ərzində yeni koalisiyanın formalaşmayacağı tədbirdə isə prezident Ali Radanı buraxıb növbədən kənar seçkilər təyin edə bilər. Parlament seçkilərinin oktyabrın 26-sına təyin ediləcəyi gözlənilir.